elə ölkəmizdə də idmana təşviq etmək üçün bir çox layihələr var ki, səhər idman layihəsi də 8 sentyabr tarixindən artıq başlayıb. Başlaya bilərik. Paytaxt Bakımızda, bölgələrimizdə reallaşır. Parklara üst tutub səhər idman layihəsində iştirak edərək siz də elə özünüzü idmana motivasiya edə bilərsiniz, bir başlanğıc ola bilərsiniz. Bizim də hazırda canlı bağlantımız olacaq. Əməkdaşımız Nigar Babayeva oradadır və səhər idman layihəsi çərçivəsində gimnastika üzrə səhər məşqləri keçirilir. Bu məşqlər necədir? Nigardan eşidəcəyik. Nigar, sabahın xeyir olsun. O izdihamı məşqlər necə keçirilir? Səndən eşitmək istəyirik. Eşidək Nigar. Salam Nigar. İskəndər Təranə təşəkkür edirəm. Hər kəsi salamlayıram. Sabahınız xeyir olsun deyirik. Bəli, hal-hazırda biz mərkəzi parkdayıq. Burada Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə təşkil olunan səhər idman layihəsi çərçivəsində gimnastika təlimi keçirilir. Gördüyünüz kimi hər kəs günə gümrah başlayıb. Onu da qeyd etmək istəyirəm ki, ölkə üzrə artıq 1000-dən çox vətəndaş səhər idmanı layihəsinə qoşulub. Bəs bu layihə başqa özündə nələrə ehtiva edir? Bununla bağlı ətraflı məlumatı bizimlə Gənclər və İdman Nazirliyinin nümayəndəsi Elçin Qasımov çatdıracaq. Elçin bəy, sabahınız xeyir. Sabahınız xeyir olsun. Artıq gördüyünüz kimi 5-ci həftədir ki, biz davam edirik. Hava şəraiti yağışlı da olsa, amma yenə də davam edirik. Düz qeyd elədiniz, artıq 1000 nəfəri keçib 5 həftə ərzində. Həm Bakıda, həm regionlarda başlamışıq. Təkrar edirəm, deməli, Bakıda Mərkəzi Park, Dədə Qorqud Parkı və Zabitlər bağında gimnastika, yoga və tayçi təlimləri gedir. Bundan əlavə Gəncə, Mingəçevir, İsmayıllı, Quba, Lənkəran, Astara, Masallı, Cəlilabad, bir çox regionlarda artıq səhər idmanına başlamışıq və kifayət qədər kütlə yığılır. Yəni, bizim məqsədimiz də məhz bu idi ki, kütləviliyi artırmaq, səhər-səhər günə pozitiv, gümrah başlamaq. Hər kəsi dəvət edirik. Hər gün, həftənin hər günə 6 gün, birinci gündən 6-cı günə kimi hər gün parkdayıq. Gəlin, aktiv olun. Həm regionlar, həm Bakı. Gəlin, qoşulun, aktiv olun, səhəri gümrah başlayın. Saat aralığını deyə bilərsiniz. Səhər saat 7-dən 8-8:30-a kimi hər gün biz başlayırıq. Regionlarda isə 8-dən 9-a kimi, bəzi regionlarda 7-8, bəzi regionlarda 8-9. Bizim səhifələrimizi izləyin və aktiv olun, məlumatda olun. Elçin bəy, çox təşəkkür edirik. Bəli, onu da qeyd etmək istəyirəm ki, təlimlər tamamilə ödənişsizdir. Belə, bizim çatdıracaqlarımız bu qədər. Sözü sizə studiyaya ötürürəm. Təşəkkür edirik Nigar.